Vaxtınız xeyir olsun əziz izləyicilər. Qarabağ Universiteti tələbəsinin bir günü necə keçir adlı videomuza xoş gəldiniz. Dostlar, yeri gəlmişkən bugün ikinci semestrin ilk dərs günüdür. Yeni semestrə başlayan bütün tələbə dostlarımıza uğurlar arzulayıram. Dostlar, bütün hazırlıqlarımızı tamamladıq. Artıq yola çıxa bilərik. Amma istədiyim yola çıxmadan öncə sizə yataqxanada qaldığım otağı da göstəreyim. Gördüyünüz otaq mən qaldığım otaqdır. Möhtəşəm mənzərə. Böyle. Tunan Bey, heyecanlısınız, ikinci semestr başladı. Çok heyecanlıyım. Qarabağ Universiteti səbəbçiliyim. Dostlar, yeri gəlmişkən mən Qarabağ Universiteti Kompüter Mühəndisliyi ixtisasının ikinci kurs tələbəsiyəm və bu il biz ikinci semestr boyunca verilənlərin analizi, verilənlərin strukturu və algoritmlər, diskret riyaziyyat, ehtimal nəzəriyyəsi və statistika və kompüter qrafikası olaraq 5 fəndən dərs alacağıq. Dostlar, burası Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin yeni binasıdır. Artıq İqtisadiyyat Fakültəsinin uşaqları yeni dərsində bu binada keçirlər. Səmin bəy, sabahınız xeyir, necəsiniz? Heyecanlısınız, ikinci semestr. Enes Bey, salam, ikinci semestr başladı. Ürək sözləriniz nələrdir? Salam Ömer bəy. Necəsiniz? İnşallah yaxşısınız. İkinci semestr çox pis başladı. Çox pis olasıdır. Bu semestrdə əlaçı olmaq istəyirdim, daha olmaq istəmirəm. İnşallah kəsilmərəm. Ümidvaram hər kəs üçün yaxşı olur. Uğurlar. Dostlar, salam, ikinci semestr başladı. Ürək sözləriniz nələrdir? Salam dostlar. İkinci semestrdə hamıya zərbəçiliyin davamı, olmayanlara zərbəçilik, hepsinə uğurlu illər. Semestrlər daha da olsun. Teşekkürler. Canan Bey, salam, ikinci semestr başlayıb. Nə arzulayırsınız tələbə dostlarınıza? Tələbə dostlarımıza təbii ki də müvəffəqiyyətlər arzu edirəm. İnşallah dərslərinə uğur olarlar. Kəsləri olmaz. Mən də çox şey gözləyirəm semestrdən. İnşallah hər şey yaxşı olar. Sağ olun. İnşallah. Əziz dostlar, indi isə gəlin universitetimizin yeməkxanasına yaxından tanış olaq. Gördüyünüz kimi bura universitetimizin yeməkxanasıdır. Hal-hazırda dərs olmadığından biraz azlıq müşahidə olunur. Dostlar, salam. İkinci semestr başladı. Ürək sözləriniz nələrdir? Düşünürəm ki, bu semestr daha yaxşı olacaq. Fənlərə baxanda daha
rahat hiss edirəm. Çünki əksəriyyəti əvvəlki semestr keçdiyimiz mövzuları əhatə edir. Və bu semestr bütün tələbələrə uğurlar arzu edirəm. Uğurlar arzu edirəm. Bu semestr bəzi layihələrə başlayırıq. İnşallah uğurlu alınaramsa. Uğurlar, sağ olun. Biz də uğurlar arzulayırıq. Dostlar, indi isə sizi universitetimizin kitabxanasından tanış etmək istəyirəm. Gəlin ki, haqlı olaq içəri. Dostlar, ikinci semestr başladı. Ürək sözləriniz nələrdir? Hələ ki müəllimlər bizi yaxşı qarşılayır. Çox şad oldum mən Amil müəllimi tanımayıma. Futbol həvəskar bir müəllimdir. İnşallah xeyiriz. İnşallah, uğurlar. Sağ ol. Əziz dostlar, dərslərimiz bitdi və biz artıq evə yollandıq. Hər vaxtınız xeyir. Yox, müsahibə olmaz. Müsahibə olmaz. Salam, müsahibə olmaz. Dərsimizdən qayıtdıq, biraz dincəldik. İndi isə gedirik dostlarımızla futbol oynamağa. Təbii ki, Qarabağımızda bizə nə yaraşar? Elə Qarabağımızın forması. Formamızı geyindik, artıq futbola girə bilərik. Stadiona daxil olandan sonra neyinirik? Təbii ki də spiker modunu aktiv edirik. Hər vaxtın xeyir olsun əziz futbol azarkeşləri. Qarabağ Universiteti tələbə yataqxanasında möhtəşəm futbol atmosferi var və bu anları Anar Qurbanlı şərh edəcək. Oyundan kənar vəziyyət. Bu ne topsa? Əziz dostlar, universitetimizi gəzdi. İndi isə gəlin yataqxanamızdan yaxından tanış olaq.
Dostlar, dərslərimizi də bitirdik. Biraz dincəlmək vaxtıdır. Necə deyərlər, musiqi ruhun qidasıdır. İnşallah siz qida zəhərlənməsi yaşamarsınız. Çok kararlısın, kalbimi çıra gibi yakmaya niye? Duvar çekiyorsam yanıyorum için bitti işin. Saklar mı yüreğimi için her yerinde eski kelimeler döndürüyor başımı sen söylediğinde korkular, arzular. Nasıl başım dar bilsen şaşarsın ya belki. Kördüğüm dolaşık bir ucunu bul çözeyim. Her ayrıntım sayıklıyor sükunetim deliğimden. Aşk yok olmak diyor biri, yar ben yokum yok zaten. Ay yaş ruhum sayıklıyor, her zerrem sende çarpıyor. Aşk yok olmaksa şimdiden, yar ben yokum bende zaten. Dağlara çem düşende, bülbüle gem düşende, ruhum bedenden oynar, yanıma sen düşende. Dağlara çem düşende, bülbüle gem düşende, ruhum bedenden oynar, yanıma sen düşende. Bu gala daşlı gala, tıpkılı daşlı gala. Korkuram yar gelmeye, gözlerim yaşlı gala. Bu gala taşlı gala, tıngılı taşlı gala. Korkuram yar gelmeye, gözlerim yaşlı gala. Ki sonuna kadar yok artık bir duyan umursayan. Oysa ki aşk ölene kadar diyordum ya hani yalan dolan. Biliyordum sensiz muma dönmüş kalbi hiç görmezdim. Niye neden bir uzatma yersiz, nasıl olsa yoldan döndürmezdim. Niye neden ver yansın edemem kadere. Sevdim bu benim meselem değil, sen bile de bilmem sor. Dönmezsem sebebi nedir? Aydın ile kötüye gel gör ki çok zor. Dostlar, belə sizlərə qısa olsa da Qarabağ Universiteti tələbəsinin bir günü necə keçir adlı kiçik bir video hazırlamaya çalışdım. İnşallah siz də izlərkən zövq almışsınızdır. Videoya like atıb kanalımıza abunə olub fikirlərinizi şərhlər bölməsində mənimlə paylaşsanız sevinərəm. İzlədiyiniz üçün təşəkkürlər.